Salam değerli izleyiciler. Əli Kərimlinin həbsinin Mehdiyevin ifadəsi ilə həyata keçirilməsi şübhə doğurmur. Belə bir açıqlama ilə Sabiq Səhiyyə Naziri Haqq Ədalət Partiyasının sədri Əli İnsanov çıxış edib və xatırladıb ki, illər öncə Əli Kərimlinin əməkdaşlıq etmək istəyi ilə bağlı Rusiya rəhbərliyinə yazdığı məktub barədə məlumatlar dəfələrlə mətbuatda yer alıb. Əli Kərimlinin həbsinin olduqca ağır ittihamlarla ev dustaqlığında saxlanılan Ramiz Mehdiyevin istintaqa verdiyi ifadələr nəticəsində həyata keçirilməsi heç bir şübhə doğurmur və bu isə artıq dedikodu deyil. Xüsusilə son illər Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin yüksək peşəkarlıqla aşkarladığı və bütün hallarda qabaqlayıcı tədbirlərlə Azərbaycan dövlətçiliyinə və suverenliyinə qarşı istər ölkə daxilində, istərsə də ölkə xaricində planlaşdırılmış ağır cinayətləri aşkar edərək ayrı-ayrı gizli təşkilatları ifşa etməsi xalqımız tərəfindən yüksək qiymətləndirilib. DTX-nın qabaqcadan inandırıcı dəlillərlə dövlət çevrilişi və dövlətə xəyanət kimi ağır ittihamları irəli sürərək Ramiz Mehdiyevi həbs etməsi təşkilatın bu qəbildən olan növbəti böyük uğurudur. Odur ki, biz DTX-nın fəaliyyətini bəyənir və dəstəkləyirik. Və partiya sədri bildirib ki, Ramiz Mehdiyevin uzun illər yüksək dövlət vəzifəsində təmsil olunaraq və özünün hüdudsuz səlahiyyətləri ilə təkcə ayrı-ayrı yüksək vəzifə sahiblərini, Milli Məclisin deputatlarını deyil, siyasi partiya və onların liderlərini də öz təsiri altına sala bilib. Gizli olaraq ağır cinayət xarakterli çirkin əməllərinə cəlb edib, dövlət əleyhinə ağır cinayətlərə sürükləyib, onlarla birlikdə dövlət çevrilişinə cəhd edib. Ramiz Mehdiyevin istintaqa verdiyi ifadələr və DTX-nın istintaq zamanı axtarışları nəticəsində əldə etdiyi sənədlər və dəlillər onun Əli Kərimli ilə törədilmiş cinayətdə əlbir olmasına şübhə yeri qoymur. Göründüyü kimi bugünə qədər aparılmış istintaq nəticəsində Ramiz Mehdiyev ilə Əli Kərimlinin çirkin əməkdaşlığı barədə məhkəməyə təqdim etmək üçün yetərli sayda dəlillər mövcuddur. Bu dəlillər məhkəmənin gedişində təsdiqini tapdığı halda bu xəyanət yükünü Ramiz Mehdiyev ilə bərabər təkcə Əli Kərimli deyil, onun rəhbərlik etdiyi AXCP də daşımış olur. Həndəsə elminin 3 perpendikulyar teoremində deyildiyi kimi ölkəmizi əsrlərlə işğal altında saxlamış, sərvətlərini sümürüb aparmış, zaman-zaman ölkəmizdə soyqırımlar törətmiş, faktiki olaraq tarixi düşmən dövlətin vassalına çevrilmək planı və arzusunu bu cütlüyün vətəndaş hüquqlarından məhrum ediləcəklərinə tam əsas verir. Ramiz Mehdiyev və onunla birlikdə olanları Azərbaycan dövlətçiliyinə və milli maraqlarına qarşı törətdikləri xəyanətlərə görə lənətləyirəm. Bugün bütün dünyanın gözü Azərbaycandadır. Azərbaycan dövlətçiliyinə və suverenliyinə qarşı böyük təhlükəyə çevrilmiş, təkcə xarici düşmənlərdən deyil, həm də artıq çox acı həqiqətə çevrilmiş daxili düşmənlərdən də uğurla qoruya bilməsi üçün heç vaxt olmadığı kimi xalqımız, qalib prezidentimiz İlham Əliyev cənablarının ətrafında sıx birləşməyə çağırıram deyə Əli İnsanov qeyd edib.